Qızlar, deməli bu günləri sizə bəzi preparatlar haqqında danışacağam. Ekrana yaxın əyləşsin mənim belə deyək milyarder pasiyentlərim, hansına ki mən çox bahalı hal-hazırda biolar və mizalar göstərəcəm. Yəni bəli, bunlar normal biolarımızdan və hialuron turşularımızdan qat-qat bahalı məhsullardır, amma elə pasiyentlərimiz və izləyicilərimiz çox olduğu üçün məcburuq, yəni onlara da təqdim eləyək. Çox vaxt siz bilirsiniz ki, mən büdcənizə uyğun nələrsə göstərirəm, amma bugün sizə daha fərqli, daha belə bahalı və luxury preparatlar təqdim eləyəcəm. Onlardan birincisi, bax bu deməli dodaqlar üçün bu preparatdır. İndi davamında göstərəcəm. Deməli qızlar, bu nədir? Bu o xanımlar üçündür, hansı ki dodaq dolğusu istəmir. Biz bilirik ki, yəni çox böyük dodaqlar və dolğunluq bu o qədər də gözəl görsənmir və daha da olğun, daha da belə təbii görsənməyi sevən, daha da luxury görsənməyi istəyən xanımlar çox baxımlı olur, amma bu heç bilinmir üzündə, dodağında, gözündə, heç bir yerdə. Yəni onlar çox fresh və təbii olur. Ən yaxşı halda saç ukladka olur, gözəl geyimli, gözəl çantalı, amma üzündə sanki nəinki makiyaj, hətta yəni sanki heç bir şey, heç bir krem belə üzündə, dodağında olmadığı görsənir. Yəni əsas onlar üçün təbii qalmaqdır. Və təbii qalmaq, yəni təbii olaraq yaşlanmaq, bu daha baha başa gəlir, nəinki dolğu ilə. Bu isə mənim kimi təbiiliyi sevənlər üçündür. Xüsusi dodaq üçün bir məhsuldur. Baxın, upakovkası da çox gözəldir, çox bəyəndim. Sənəti falan da var. Bu belə bir şpritsdir. İçində xüsusi bir tərkib var. Hansı ki dodaqları dolğu olmadan, yəni bu dolğu deyil, vitaminlərlə o qırışdı, büzüşmüş və yaxud rəngi solmuş və yaxud konturu bilinməyən dodaqları olduğu kimi saxlayır, amma dodaqlar cavanlaşır və çox gözəl olur və təbii formasında qalmağa davam edir. Yəni yaşlanma qırışı belə ona təsir eləmir. O büzüşmüş hissələr, yəni dodaqda belə yığılır, onlar açılır. Yenə də gedirəm, bu dolğu deyil. Bu dolğunu sevməyən, amma dodağına qulluq etmək istəyən xanımlar üçün mükəmməldir. Davam edirik. İndi isə sizə göstərəcəm. Bu isə bu dolğudur. Bu dolğu nə üçündür? Çox arıq, hədsiz arıq üz üçün, hansı ki yanaq əriyib tamamilə, ağız burun nahiyəsi, büküşləri tamamilə yəni çoxalıb və mütləq şəkildə özünün hialuronu tam yox olduğu üçün, sovrulduğu üçün təbii anadan gəlmə hialuronu biz onu əvəz etmək istəyirik. Amma biz istəmirik, biz belə şişmiş, dolu, belə şarik kimi, qoğal kimi görsənək, o zaman biz istifadə edəcəyik. Bax, bu luxury, xüsusi, özəl, təbiilikdən çıxmadan kim dolğu eləmək istəyir, onlar üçündür. Bax, belə bir 10 qramlıq şpritsdir. Deməli, tərkibində egzason var. Hansı ki, siz itirilmiş toxumanı bərpa eləməklə yanaşı, onu 2 il ərzində cavanlaşdırır da. Cavanlaşdırırıq. Və 2 il ərzində nəinki sizin o dərinizin hialuronu bərpa olur, yəni necə ki anadan gəlmə kimi, yəni əlavə şişməmiş. Eyni zamanda 2 il ərzində sizin üzünüz dartılır, parıltı verilir, ondan sonra cavanlaşır. Özünüzün kollageni məcbur eləyir, istehsal olur və siz gündən-günə nəticə hiss eləyirsiniz. Bəli, bu sıradan bir dolğu deyil, çox bahadır və effektivdir. Bu haqda da məlumat verdim, hal-hazırda bizdə var. Sonraki var. Ondan sonra parıltı verən Infinishine biosudur. Möhtəşəmdir. Yəni kim deyir ki, məsəl üçün mən bugün gəldim və bir dəfəyə super olmaq istəyirəm, bu onlar üçündür.
Eyni zamanda yəni sanki botoks effekti verir. Yəni həm parıldadır, həm botoks deyil bu arada. Sadəcə o qədər dartır ki, yəni botoks effekti verir. Bu sadəcə bir biorevitalizasiyadır. Belə görsənirmi? Belə bir qutuda olur. Qızlar çox belə gözəl, yəni upakovkadadır. Çox da gözəl tərkibi var. 43 amin turşusu var tərkibində. Zədələnmiş hüceyrələri və toxumalarının yenilənməsi və bərpasında mühüm rol oynayır. Zədələnmələrdən toxumanı qoruyur. Möhtəşəmdir. Yəni sınamağa məsləhət görürəm. Ondan sonra çox güclü, baxalı ağardıcı gəlib. Ləkələri anında açır, parıltı verir. Şişkinlik bu preparatlar çox vermir. Ona görə rahat işinizi davam edə bilərsiniz. Ona görə ümumiyyətcə tək ləkəsi olan yox. Məsəl üçün mən arada biolarıma qatıram. Çünki istəyirəm həmişə rəng bərabərliyi olsun üzündə. Onun üçün istifadə edirəm. Sonra bu super cavanlaşdırıcı. Yəni çoxlu xırda qırışlarınız varsa, ümumiyyətcə qırışlığa meyli üzdüsə superdir. MBOH yaşlamanın əleyhinə çox qəşəng bir preparatdır. Tərkibini oxudum. Mən hamısını bir-bir sınayacağım özümdə. Sizə də hər dəfə məlumat verəcəm, amma tərkibini oxudum. Çox bəyəndim, yəni. Ümumiyyətcə çox samballı. Həm pakovkası, həm təqdimatı gözəl oldu, sağ olsun qızlar. Həm də qəşəng kataloqları var. Hər şey yazılıb. Ondan sonra TB500 Meza Solution. Bu preparat anında effekt, anında cavanlaşma. Məsələ kiminsə toyudur və siz təcili gözəl olmalısınız. Vurursuz və gedirsiniz toya. Möhtəşəm. Sonra bunu görsətdim. Bir də lipolitik. Həm incəldir, həm də dartır. Yəni bu da var. Sonra saç üçün gətizdirdim. Onu özümə istifadə eləyirəm. MBO Hair. Tam hər növ tökülməni dayandırır, saçları bərpa edir, uzadır və toru saç üçün. Siz gələndə yəni daha da ətraflı məlumat verə biləcəm sizə. Çünki məlumat çox genişdir bunlar haqqında. Yəni oxu bitmir. Müsbət tərəfləri də çoxdur, effektləri. Çox vaxt verdiyiniz suallar olur ki, bəs filan yerdə məsəl üçün filan preparatı 2 manata vurulur, bəzi yerdə 3 manata, bəzilərində 5 manata, o birisində də məsələ deyirəm 10 manata. Bu fərq niyədir? Çünki insan var, yəni necə sizə deyim, yəni ancaq aldatmaq üçün işləyir. İnsan da var ki, yəni öz adını qorumaq üçün işləyir. Ona görə də ki, yəni bu preparatı onlar əli titriyə-titriyə 10-20 nəfərə vurmaq, yəni damcı-damcı ya su ilə qarışdırıb, ya onunla qarışdırıb. Onlar yarısını vurmaq, onlar tam bütövünü vurmaq. Yəni bu təbii ki, qiymətə təsir edir. Heç vaxt eyni şey bir yerdə bir qiymət, bir yerdə o birisi qiymətə eyni qədərində ola bilməz. Ona görə effekti də təbii ki, büdcənizə uyğun alırsınız. Hər zamanki kimi bu bütün preparatlara aiddir.